Bilirəm, darıxmısan sən də mənim üçün ona görə. Uşaqları bəhanə edib gəlirsən. İnan ki, mən də sənin üçün çox darıxıram. Hakim, mən bugün uşaqlarla bağlı ciddi bir mövzunu danışmaq üçün səndən görüşmüşəm. Onlarla bağlı nə danışacağıq ki? Evləndirik, vəssalam. Yox, mən onların xaricə getməklərini istəyirəm. Deməli, sən salmısan da onların beyninə xaricə getməyi. Mənə başa düş. Mən şirkəti ilkinə vermək istəyirəm. Sən niyə məndən xəbərsiz işlər görürsən? Mənə arxamca iş fırladırsan sən. Mən başa düşə bilmirəm. Nəyə deyirsən, and içim ki, bu mənim ideyam deyil. Uşaqlar özləri fikirləşiblər ki, evlənəndən sonra xaricə gedək. Bir yandan da baxanda elə ən düzgünü də budur. Mənə hərdən elə gəlir ki, bu iş uzandıqca hardasa, necəsə söhbət üzə çıxacaq. Səncə onda İlkin bizə necə reaksiya verəcək, hə? Atası ilə qaynanası sevgilidirlər, münasibətdədirlər. Bunu necə qəbul eləmək olar? Leyla, mən sənə dedim. Mən sənə söz verdim ki, ayrılacağıq. Deməli, görüşməyəcəyik. Vəssalam. Yox, yenə də mənim ürəyim əsir. Qəbul eləyə bilmirəm. Elə bilirəm ki, hardasa üzə çıxacaq, bilinəcək. Sonra biz uşaqların üzünə necə baxarıq, hə? Bilirsən, Leyla. Olsun. Ben onların getməyinə icazə verəcəm. Ama bir şərtlə. Nə şərt? Uşaqlar xaricə gedəndən sonra biz yenə də başlayacaq görüşməyə. Hə İlkin. Nə fikirləşirsən? İndi sən atanı ananı qoyub gedəcəksən. Ana, onsuz da ata heç cürə razılaşmaq istəmir mənim getməyimə məsələn. Bəli, mənə də dedi. Dedi ki, ona şirkətdə iş vermişəm. Hara gedir? Elə şey olar. Deyirəm, bəlkə mən ata ilə yeni danışım. Onu razı salmağa çalışım. İnanmıram. Bilmək olmaz. Axşam gəlsin danışaq. Bəlkə razı sala bildik. Hı? Qoy sən gəleyim ona. Amma inanmıram. Ürəyini sıxma sən. Şimdi təsdiq tutub. Elə mənim də. Hardasan hakim? Evdəsən? Hə, bizim evimizdə. Hə. Gəl də Ayselgilə. Bir söhbətimiz var. Yaxşı. Gözləyirik. Gəl. Gəlir. Bilirsən də, Aysel də köçür. Hara, bizim evə, hə? Yox. Mənim ateliye kimi işlətdiyim ev var idi. Ora. Hə, ora çox balaca deyil idi. Necə qalacaqsan orada? Yox, narahat olma. Onsuz da 1-2 aylıqdır. Rahatdır. Bax da sənə necə rahatdır. Narahat olma. Bəlkə bizdə qalarsan gedib? Yo. Narahat olma. Yaxşı.
Oğlum ben gedirəm, birazdan gələcəm. Hara gelirsən ana? İşim var, tez gələcəm. Ana bu saatda nə işi? Üzünlə hara gedirsən? Oğlum dedim axı işim var. Narahat olma, tez qayıdacağam. Onun yanına gedirsən? Yox. Başqa işim var. Tez gələcəm. Onun yanına gedirsən də, bilirəm. Ha Sevil, ne diyecektin bana? Əyləş hakim. Ha, eşidirəm. Uşaqların xaricə getmə məsələsini danışacaqdıq. Ona görə çağırmışam. Ben bugün düşündüm, taşındım. Evi yok. Koy geçsin. Ben burada biter, şirketi idare ederim. Hakim bəy, mən üzr istəyirəm. Bəs günorta demədiniz ki, mən bundan heç vaxt razılaşmayacağam. Həm də dediniz, ilkinlə danış, başa salın. Anar, insan həmişə inkişafdadır da. İndi günorta elə fikirləşirdim. Elə deyirdim. Sonra fikirləşdim. Və belə qərara gəldim ki, uşaqlara mane olmaq lazım deyil. Qoy geçsinlər, öz həyatlarını qursunlar. Niyə də yox? Nəysə, mən gedim çay gətirim. Nə yaxşısı. Çox sağ ol atam. Sən də sağ ol. Çox sevindirdin məni. Nə olub? Nə olub ki? Sən niyə uşaqların xaricə getməyinə belə sevinirsən? Nə məsələdir? Sevinməliyəm də, ilkin gülə görə sevinirəm. Nə var ki burada? Sən mənə nəsə demək istəyirsən, Aysel? Yox. Yaxşı, onda mən sənə deyim. Leyla'ya niyə zəng eləmişdin? İlkin gülün məsələsinə görə zəng eləmişdim də, danışmaq istirdim. Sən hardan bilirsən? Telefonumu qurdalamağa başlamısan? Hal oldu sənin mama. Söhbət dəyişməginə. Sən də atan kimi. Gəl uşaqların getməyinə icazə verir, gəl icazə vermir. Necə adamlarsınız siz? Papanı bilmirəm. Get papanın özündən soruş. Gözləyirlər, çay aparmalıyım. Hoş geldin Nigar. Əyləş. Şarap? Olar.
Bir daha hoş geldin. Nigar, sənə bir şey demək istəyirəm. Amma qorxuram ki, mənim bu vəziyyətimi səhv başa düşərsən. Mən sənə bir söz vermişdim. Hə? Sən mənə söz vermişdin, Tural. Söz vermişdin ki, hər şeyi mənə danışacaqsan. Məndən heç nəyi gizlətməyəcəksən. Elədir. Ağlımdan da çıxmadı. Hər dəfə bunu düşünürdüm. Bilirsən, az qaldı. Lap az qaldı. Mən Sən evlisən. Hə, Tural? Sən evlisən. sən oradan bilirsən. Öyrənmişəm də. Mən hamısını bilirəm. Aha, o da geldi. Fidan xanım, sizə bir konum göndərirəm. 20-30'da orada olacaq. Hoş gelmişsiniz. Ben de elə çıxırdım. Sizə nuş olsun. Nigar. Nigar, bir dəqiqə dayan. Nigar. Nigar, qulaq as, mənə xahiş edirəm səndən bir dəqiqə. Nigar, gözlə. Mən xahiş edirəm səndən, Nigar. Qulaq as mənə. Nə gərək var idi bütün bunlara? Hə? Fidanı niyə bura çağırdın? Onsuz da mən sənə hər şeyi danışacaqdım. Gecikdin. Gecdi Tural. Anar hər şeyi mənə öyrənib deməmişdən əvvəl deməliydin hər şeyi. Danışmalıydın. Məni hansı vəziyyətə saldın? Başa düşürsən sən heç? Nigar, mən çalışdım. Mən bütün keçmişin üstündən, olanların üstündən xətt çəkdim. Yeni həyata başlamaq üçün gəldim bura. Sən bilirsən neçə gecədir mən yatmıram. Gözümə yuxu getmir ki, cəsarətimi toplayıb gəlim sənə hər şeyi danışım. Amma sən... Yatmamısan? Yox Nigar, neçə gündür yata bilmirəm. Bəs mən yatmışam səncə? Bunu biləndən sonra mən yatmışam? Hə Tural? Gözümün içine baxa-baxa mənə axmaq yerinə qoydun. Sənə bunu heç vaxt bağışlamayacağım Tural, heç vaxt. Mən sənə inanmışdım Tural, çox inanmışdım. Sən gərək bunu mənə eləməzdin. Bütün xəyallarımı alt-üst elədin. Nigar. Nigar, yaxşısan sən? Nigar, sən... Nigar, nə oldu sənə? Nigar! Nigar! Nigar, özünə gəl. Nigar, özünə gəl. Ay Allah. Çox sağ ol. Qızım, hər şey yaxşı olacaq. Sənə verdiyim söz qüvvədədir. Mən hər şey eləyəcəm ki, sən xoşbəxt olasan. Nigardır. Hə, Nigar. Alo Leyla. Leyla, Nigar huşunu itirdi. Necə yəni huşunu itirib? Tural, nə olub Nigara? Başı dəyib, yıxılıb, nə olub? Yox Leyla, elə durduğu yerdə yıxıldı. Sən onu klinikaya gətir, mən də bu saat gəlirəm ora. Yaxşı, yaxşı gəlir ora, sən də gəl tez. Nigar,
Nigar. Nigar, xahiş edirəm, özünə gəl. Nigar. Nigar gəl. Nigar. Nigar. Gedirsən? Çok yorulmuşum. Gel biraz dincelim. Beynim sakitlik istəyir. Mən səndən bir şey soruşmaq istəyirəm. Sən uşaqların məsələsində özünü nəsə qəribə aparırsan. Biraz şübhəli. Mən səni az qala 100 ildir tanıyıram. Sən heç vaxt öz qərarını belə tez dəyişmirsən. Yox, əgər sən qərar verdinsə, o qərarda qalırsan. Niyə dəyişirsən? Nə oldu ki birdən-birə? Heç nə olmuyor. Sən qəribə fantaziyalarında vəssalam. Sevil, mən şirkətdə oturdum, fikirləşdim, düşündüm, daşındım. Belə fikrə gəldim ki, uşaqlara mane olmayın. Necə istəyirlər, elə də yaşasınlar. Orada yaşamaq istəyirlər, o geçsinlər, yaşasınlar. Ona elə bilirlər ki, xaricdə yaxşıdır həyat buradan. Biz də səninlə bir yerdə başa düşürük ki, o belə deyil. Bir dəqiqədə mən sözümü deyim, sən söz soruşdun, mən də cavab verdim sənə. Ona görə fikirləşdim ki, qoy geçsinlər, yaşasınlar orada. 1 il, 5 ay, 5 il. Sonra görəcəklər ki, mama, babanın yanında daha yaxşı idi. Ona görə qoy geçsinlər. Sonra qalacaqlar burada, deyəcəklər ki, siz bizim həyatımıza mane olursunuz. Yox, həkim, söhbət ondan getmirsən. Ümumiyyətlə, elə başlanğıcdan bu uşaqların məsələsi başlayanda, evlənmək məsələsi, nişan məsələsi, sən özünə adekvat aparmırdın. Sən gah uşağın evlənmək məsələsi olanda sevindin, sonra Leylanın qızı olduğunu biləndə tərəddüd elədin, hətta razılaşmadın. Sonra razılaşdın, mən səni başa düşə bilmirəm. Nə olub? Niyə beləsən? Nə baş verir? Mən də bilmək istəyirəm. Sevsən bir dənə məsləhətim var. Sən az bax bu seriallara. Çünki sən o seriallara o qədər baxmısan ki, reallıqla uydurma həyatı səhv salırsan. Heç nəyin altından nəsə axtarma. Onu başa salmaq istəyirəm sənə. Elə quraşdıracaqsan, elə qurdalayacaqsan ki, axırda ilkin həqiqətən bezəcək və həmişəlik gedəcək, bir də qayıtmayacaq bura. Söhbət ilkindən getmir ki, sən hələ də mən başa düşə bilmirsən. Siz məndən nəsə gizlədirsiniz, nəsə baş verir, amma mənim heç nədən xəbərim yoxdur. Siz nəsə fikirləşirsiniz, nəsə həll edirsiniz öz aranızda, mənim bundan xəbərim yoxdur. Mən hiss edirəm, mən anayam, mən qadınam, mən bunu hiss edirəm ki, nəsə baş verir. Nə baş verir? Mən yenə deyirəm, heç nə baş vermir. Sadəcə olaraq mən fikirləşdim, düşündüm və istəyirəm ki, uşaqlara azadlıq verim. Vəssalam. Mən bilmirəm artıq nə deyim, necə deyim ki, sən mənə inanasan. Sevilsən o qədər qurdalayacaqsan ki, işin içindən iş çıxacaq. Lazım deyil. Nəysə, getdim mən. Burada nəsə var. Öyrənəcəm. Çıxacam axırda. Çox sağ olun. Allah Nigar xanıma şəfa versin. Tural, narahat olma. Qan analizləri götürülüb, birazdan bilinəcək. Doğrudan, Nigar niyə huşunu itirib? Məncə Nigarda belə şeylər olmurdu. Siz mübahisə elədiniz, dalaşdınız, ya yıxıldı, başı dəydi. Nə oldu birdən-birə?
Leyla, günah məndədir. Bütün günahlar məndədir. İstəməzdim belə olsun. Neynəmsən sən Nigara, nə olub? Sən nənəm. Gəl belə eləyək. Bu sistemə görə hələ bir müddət yatacaq, bir neçə saat. Biz çıxaq koridorda sakit-sakit danışaq, yaxşı? Mənə hər şey başa sal. Yaxşı. Gəl. Murad, başa düşmədim. Anan hara gedib? Niyə yoxdur evdə? Bilmirəm də. Bəs sən soruşmadın ki, ana, gecənin vaxtı hara gedirsən sən? Soruşdum, Ha. dedi ki bir işim vardı, yəni. Başqa heç şey demədi. Gecənin vaxtı hara gedib bax. %100% yəni Tural şərəfsizlə görüşməyə gedib. Mən dedim. Nə dedin? Dedim ki, Tural'la görüşeceksən. Dedi ki, yox, ya başqa işi var. Ay Fidan, Fidan. Görək, mənə heç nə deməyib. Deməzdi axı. Deyə bilməzdi. O demirdi, heç olmasa sən deyərdin. Nəyə deyərdim? Deyiləsi şeydir ki, deyim. Anardı. Qoy mən cavab verim, sonra aləm dəyməsin bir-birinə. Alo? Leyla? Leyla, Nigar'ın telefonu səndə nə gəzir? Yanındadır Nigar. Sənə bir şey deyəcəm, amma narahat olma. Nigar huşunu itirib gətiriblər klinikaya. Nigar niyə huşunu itirib Leyla? Nə olub orada? Ata, nə olubdu? Narahat olma. İndi normaldır vəziyyəti. Sistem qoşulub özünə gəlir yavaş-yavaş. Leyla, Nigar'ın yanındasan sən? Hə, narahat olma. Deyirəm ki, yaxşıdır. Yaxşı Leyla, biz gəlirik birazdan. Yaxşı? Ata, dinən nə olubdu? Nə olub anama? Murad, oğlum, bax sən narahat olma. Ciddi bir şey yoxdur. Anan biraz özünü yaxşı hiss eləməyib, klinikadadır. Amma narahat olma, düzələcək. Nə olub? Niyə özünü yaxşı hiss eləmir? Nə olub dinən də ata? Murad, mənə bax oğlum, bax. Leyla xalan indi məndən danışdı. Dedi ki, narahat olma. Təzyiqi düşüb, özünü yaxşı hiss eləməyib, sistem qoşublar, dərman veriblər, özünə gəlib, yaxşıdır. Sən narahat olma, yaxşı? Leyla xalan mənə nəsə ciddi bir şey olsa da deyərdi. Get, tez paltarımı geyin gedək. Hə, yaxşı gedək. Get hazırlaş, gəl. Anarla Murad bura gəlir. Onsuz da anar məni Nigarın həyatından çıxarmaq üçün əlindən gələn hər şeyi eləyirdi. Mən axmaq da özümü öz əlimdən apardım, fürsət verdim ona. Bax, indi anarın dili uzun olacaq. Heç bilmirəm, nə eləyəcəm mən. Onsuz da nə eləyəsəm də bundan sonra Nigar mənə inanmayacaq. Başımı itirmişəm təmiz. Sən də kaş vaxtında hər şeyi etiraf eləyərdin. Deyirsən də Leyla, mənim yerimə sən olaydın, nə eləyərdin? Hə? Bax, getdin, nə deyərdin, nə cavab verərdin? Onsuz da Nigar inanmayacaqdı mənə. Tural! Ay Tural! Ya elə, ya belə. Gec-tez bu adam biləcəkdi və bildi də. Gedib başqalarından eşitməkdənsə elə səndən eşitsəydi yaxşı olardı. Bax, mən sənə bir şey deyim. Tural, o sənin dürüstlüyünə inanıb səni öz həyatına buraxmışdı. Amma bundan sonra inanmıram ki, daha əvvəlki kimi sənə güvənsin, əvvəlki kimi sənə inansın. Bilirəm Leyla, bilirəm. Bu başa düşmən Nigarı sevirəm. Mən onun üçün əlimdən gələn hər şeyi eləməyə hazıram. Mən sənin bildiyin kimi bir insan deyiləm. Bax, bunları demək istəyirəm ona, amma Nigar mənə inanmaz. Heç fürsət də vermədi. Mən vəziyyəti dərk eləməmiş, Nigar birdən bir özündən çıxdı. Elə bir Nigarın içindən başqa bir Nigar çıxdı. Bütün içindəki nə varsa hamısını dedi mənə. Gəl belə eləyək də. Sən indi çıx get.
Anarla Murad gəlib səni burada görməsinlər. Yenə aləm dəyəcək bir-birinə. Lazım deyil. Nigarı biraz da narahat eləməyək. Hə? Yaxşı, Leyla. Sən onların yanında olarsan, mən gedim. Yoxsa Murad məni görsə, yenə söz-söhbət düşəcək. İstəmirəm buna görə Nigarı əsəblər təzdən korlansın. Yaxşı. Leyla, Hə. səndən bir şey xahiş edeyim. Eşidirəm. Bax, çox xahiş edirəm səndən. Heç olmasa Nigarı sən başa sal. Başa sal ki, mən onsuz da bütün olanları ona deyəcəkdim. Mən onun yaxşılığına görə əsəbləşməsin deyə hələ ki heç nə demirdim. Narahat olma. Bir balaca özünə gəlsin. Mən ondan danışacağam. Çox sağ ol. Sən də get. Qalma burada. Ana yaxşısan? Narahat olma. Qorxma, yaxşıdır anam. Ana yaxşısan? Yaxşıdır, sakitləş. Leyla, de görüm Nigar niyə huşunu itirib? Nə olub ki be? Sadəcə təzyiqi düşüb, sistem qoşubla birazdan özünə gələcək. Narahat olma, sakitləş. Mənə görə oldu, hər şey mənə görə oldu. Anama pis davrandığım üçün oldu. Gərək belə eləməzdimmi? Yaxşı, Murat, sakit ol balam, sənin bir şey yoxdur. Anan sadəcə çox işləyib, çox yorulub, biraz zəifləyib, ona görə. Düzdür Leyla, ona görə belə olub da. Əlbəttə ki, elədir. Mənim ağıllı balam, narahat olma. Sadəcə bu aralar işdə ananın xəstələri çox idi, özünü çox yükləyib. Ona görə özün pis hiss edibsən, sakitləş. Və indi müalicə alacaq, özünə gələcək. Leyla, gəl biz gedək görə həkim nə deyir. Yaxşı. Biz gedirik. Səndə bir şey olsa zəng elə bizə, yaxşı? Telefon üstündədir. Ha, Murat, sən burada qal, biz indi Leyla ilə gedəcək, yaxşı olur? Mənə görə oldu, mənə görə. Leyla, mənə düzünü de, Nigaran olub. Leyla, səndən xahiş edirəm, heç nəyi gizlətmədə görüm Nigaran olub. Sakitləş. Birinci sən özünü ələ al. Heç nə olmayıb, stres, ağır iş rejimi, hər şey üst-üstə gəlib. İnsandır da bədəni dözməyib. Siz də hərəviz bir tərəfdən üstünə gəlib insanı yormuşsunuz. Bir balaca iynə dərman elədi, indi biraz da müalicə alacaq, vəssalam özünə gələcək. Yaxşı. Yaxşı. Onda mənə de görüm. Nigarı bəs xəstəxanaya kim gətirib? Leyla, səndən söz soruşuram. Nigarı xəstəxanaya kim gətirib? Tural. Tural gətirib. Tural'la bir yerdəydik. Belə də bilirdim. Belə də bilirdim. O şərəfsiz nəsə deyil Nigar'a. Leyla, mənə düzünü de, Nigar niyə bu vəziyyətdədir? Ha? Heç. Niyə bu vəziyyətə düşüb Nigar? Tural ona heç nə eləməyib. Sakitləş. Sadəcə mənə zəng elədi ki, Nigar mənim yanımda huşunu itirib. Soruşdu ki, neyniyim? Mən də dedim ki, gətir çatdır klinikaya, mən də gəlirəm. Heç bir şey eləməyib. Sən nə danışırsan ay qız? Ha? Nigar mənim yanımda huşunu itirib nə deməkdir Leyla? Mən bu nağıllara inanacağam səncə? Sakit. Leyla, Nigar niyə durduğu yerdə özündən geçsin? Niyə də niyə? Nə baş verib axı? Deməli nəsə edib də, nəsə deyib ki, o bu hala düşüb. Əsim, birincisi sakitləş. Leyla. Özünü ələ al. Hardadır? Leyla, Tural hardadır? Leyla, Tural hardadır soruşuram səndən. Sən sakitləşəcəksən yoxsa yox? Gəl belə eləyək də. Sən çıx çölə, bir havalı dəyiş. Özünə gəl. Ya da yox. Uşağı da götür, get dükana. Şirin, duzlu, nə bilim, müxtəlif bir şeylər al, qız özünə gələndə yesin, şəkəri normallaşsın. Biraz da sən sakitləş. Leyla xala, nə oldu? Niyə oyanmayıb? Narahat olma da, mənim balam birazdan özünə gələcək. Narahat olma, sakitləş. Bilirəm, hamısı mənə görə oldu. Mən onu çox incitdim. Mənim balam, elə deyil, sadəcə anan
yorulub. İşi çox gərgindir ona görə. Sənlik bir şey yoxdur. Murad, mənə bax oğlum. Özünü günahlandırmaq, sənlik bir şey yoxdur. Bax, sənə deyirəm, anan işdən çox yorulub. Bu baş verən hadisələr stresə salıb, onun orqanizmi zəifləyib. Bundan sonrası yaxşı olacaq. Necə lazımdır, qulluq biləcək, yanım düzələcək. Yaxşı oğlum, bax, özünü günahlandırma, bəsdir. Gəl belə eləyək. Gedək əl-üzünü yu, biraz özvə gəl. Yaxşı? Gögürüm, mənim ağıllı balam. Gözümün içine baxa-baxa mənə axmaq yerinə qoydun. Sənə bunu heç vaxt bağışlamayacağım Tural, heç vaxt. Mən sənə inanmışdım Tural, çox inanmışdım. Sən gərək bunu mənə eləməzdin. Bütün xəyallarımı alt-üst elədin. Nigar. Nigar, yaxşısan sən? Nigar, sən... Nigar, nə oldu sənə? Nigar! Nigar! Nigar, özünə gəl. Nigar, özünə gəl. Neynəmsən ona? Sən nənəm, neynəmsən ki, Nigar bu vəziyyətə düşüb? Nə demisən ona, boynu bağ? Səsi boş vatmaqla deyil. Nigarın elə belə vəziyyətə düşməyini birbaşa günahkar sən özünsən. Sən axmaqsan. Dəlisən, gitsən sən. Yoxsa bizi gic axmaq yerinə qoymuşsan, nə danışırsan sən? Sənin özə psixoloq lazımdır, xəbərin var sən, gedib ona buna ağıl verməklə deyil. Bunun mövzuya heç bir dəxli yoxdur, başa düşdün? Gic-gic danışma. Görürsən zibillərimin üstü açılıb, ha? Mən ona deyirdim ki, ona inanma. Dəfələrlə demişdim ona. Deyirdim, inanma, yalancıdır o. Amma mənə inanmadı, getdi sənə inandı. Sənin nə marağın var idi, ha? Niyə gizlədirdin? Nə idi məqsədin? Nə eləmək istəyirdin də boynu bağ? Nə marağın var idi evli olduğumu gizlətməkdə? Görsən cavab verə bilmirsən. Çünki bilirsən ki, haqlıyam, ağzına su alıb oturmuşsan. Ana... Nə anar? Nə deyəm sənə burada? Çıx get, nə işin var burada? Çıx get arvadımın yanına da. Buradan gedəsi biri varsa o da sən olmalısan. Sən getməlisən arvadının yanına, mən yox. Nə danışırsan doğrudan? Əlbəttə doğrudan. Bilirsən nə var? Səninlə mənim aramda böyük bir fərq var. Nə fərqdir o? De görək biz nə bilək. De. Deyim bil. Mən heç vaxt Nigarı aldatmadım. Heç vaxt ona yalan danışmam. Amma sən əlivə düşən birinci fürsətdə Nigarı aldat. Ay sağ ol, sən öz arvadını aldatdın. Nigarı yox. Neysə. Mən bunları səninlə danışacaq adam deyiləm. Rədd ol, çıx get buradan. Nigara verdiyin zərərin sayı hesabı yox deyə. Bilirsən bunu? Sən kimsən ki məni buradan qovursan, hə? Kimsən də sən? Səndən fərqli olaraq mən həmişə Nigarı düşünmüşəm. Başa düşdün? Səndən fərqli olaraq. Ha, sən Nigarı düşünmüsən də, hə? Hə, düşünmüşəm. Düşünmək bilsən necə olur Tural bəy? Necə olur? Düşünmək elə olur ki, evli ola-ola başqa bir qadının evli adamla adının çıxmasını yol verməmək. Buna çalışmaq. Onun oğlu olduğunu, Murad'ın olduğunu düşünmək. Bax, düşünmək buna deyirlər. Sən evli ola-ola ona yalan vədlər vermirsən. Mən heç kimə yalan vədlər verməmişəm. Mən Nigar üçün əlimdən gələn hər şeylə yaxşısını eləmişəm. Yaxşı, sən nə eləmişsən? Özündən danış görüm, nə eləmişsən Nigar üçün? Hı? Mən nə eləmişəm Nigar üçün? Sən nə eləmişsən? Tural, mənim burada səndən çənə döymə fikrim yoxdur. Amma sənə bircə kəlmə söz deyəcəm. Sənin üçün ən yaxşısı buradan çıxıb getməkdir. Başqa yolun yoxdur. Amma sənə bir şey də deyim. O bayaq dediklərim mənim üçün də keçərlidir. Düz deyirsən. Amma bizim fərqimiz bilirsən nədir? Nigarla bizi əbədi bir-birimizə bağlayan səbəb var. Murad var, başa düş. Və mən həyatımın son gününə qədər Nigarın həyatında olacağım. Bunu başa düşmək məcburiyyətindəsən.
Sən axırıncı dəfə deyirəm. Buradan çıx get. Tural, buradan çıx get. Nigardan da uzaq dur.